Salam, ben İsmailova Gülşen. Bugün size İtalyan xalqının görkəmli yazıcısı, pedagog Edmondo de Amicis şah əsəri, klassik dünya uşaq ədəbiyyatının nadir nümunələrindən sayılan Uşaq Ürəyi kitabından bir hissəni səsləndirmək istəyirəm. Öncə qeyd etmək istəyirəm ki, bu kitabın başlıca məqsədi uşaqlarımızı doğru yolda yönləndirmək, onları cəmiyyətə və gələcəyə yaxşı fərd kimi yetişdirməkdən ibarətdir. Bir uşağa yaxşılıq etmək istəyirsinizsə, bəlkə də idealı fikirdir, amma ona Uşaq Ürəyi kitabını oxudum. Dəmirçinin oğlu, 11 yanvar çərşənbə. Hə, amma mən Prekosiyə də hörmət edirəm, hətta hədsiz hörmət edirəm. Atası dəmirçi olan Prekosi solğun bənizli, mehriban gözlü, ürkək simalı, balaca bir oğlandır. O qədər utancaqdır ki, adicə hərəkətə görə üzr istəyir. Səhhəti yaxşı olmasa da çox çalışır. Atası araq içir, tez-tez evə sərxoş gəlir və heç nəyin üstündə onu döyür. Kitab dəftərlərini təpiklə dağıdır. Yazıq Prekosi məktəbə gələndə gözləri ağlamaqdan qızarmış, üzü döyülməkdən şişmiş olur. Ancaq atasının onu döydüyünü heç vaxt deməz. Axı atan səni döyüb, deyən sinif yoldaşları ona deyirlər. Amma o dərhal qışqıra-qışqıra etiraz edir. Doğru deyil, doğru deyil. Çünki atasını rüsva etmək istəmir. Bilirəm ki, bu vərəqi sən yandırmamısan. Müəllim yarısı yanmış ev tapşırığını göstərib deyir. Xeyr, mən eləmişəm, o titrək səslə cavab verir. Əlimdən ocağa düşüb. Ancaq biz hamımız yaxşı bilirik ki, atası sərxoş olub və oğlu dərslərini hazırlayanda masaya təpik vurub şamı aşırıb. Prekosi evimizin mansarında yaşayır, amma ora başqa pləkanla çıxırlar. Bütün bunları anama qapıçı qadın danışıb. Balaca bacım Silvia bir dəfə təzə İtalyan dili kitabı almaq üçün atasından pul istəyən Prekosinin qışqırığını eşitmişdi. Atası onu pilləkənlərdən aşağı atmışdı. Atası içir, işləmir, buna görə də ailəsi yoxsulluq çəkir. Çox vaxt məktəbə ac gəlir. Qaroninin onun cibinə gizlincə qoyduğu kökəni ya da birinci sinif müəlliməsinin verdiyi almanı yeyir. Ancaq heç vaxt demir ki, acam, atam bizə baxmır. Atası bəzən yolu düşəndə məktəbdə oğluna baş çəkir. Üz-gözü həmişə solğun olur, ayağı üstə güclə durur. Saçları gözlərinə düşür, bereti isə əyri durur. Prekosi küçədə onu uzaqdan görəndə əsməyə başlayır. Amma yenə də gülümsəyərək atasının qabağına qaçır. Atası isə elə görkəm alır ki, sanki onu görmür, sanki başqa bir şey barədə düşünür. Yazıq Prekosi cırıq dəftərlərini yapışdırıb işlədir. Kitabları sinif yoldaşlarından borc alır. Köynəyindəki dəlikləri sancaqla bərkidir. İdman dərsində isə gəmi kimilik çəkmələrini, yerlə sürünən şalvarını və uzun qollar dirsəklərinə də çırmalanmış gödəkçəsini görəndə adamın ona lap yazığı gəlir. Bütün bunlara baxmayaraq ruhdan düşmür, dərsini oxuyur. Evlərində düzəməlli dərs oxuya bilsəydi, sinif birincisi olardı. Bugün səhər məktəbə gələndə üzündə cırmaq izi var idi. Uşaqlar ona məsləhət verdilər. Atan eləyib, hə? Bu dəfə inkar edə bilməyəcəksən. Səni atan döyüb, hər şeyi aç. Direktora danış, qoy atanı polisə çağırsınlar. Ancaq Prekosi hirsindən qıpqırmızı olub yerindən sıçrayıb qışqırdı. Yalandır, yalandır, atam məni heç vaxt döymür. Ancaq dərsdə xısın-xısın ağlayırdı. Kimsə ona sarı baxanda yalandan gülümsəyirdi. Zavallı Prekosi. De Rossi, Coretti və Nelli sabah bizə qonaq gələcəklər. Mən Prekosini də dəvət etmək istəyirəm. İstəyirəm ki, birlikdə səhər yeməyi yeyək, ona kitab bağışlayım. Onu sevindirmək üçün əlimdən keçən hər şeyi ona vermək istəyirəm. Ciblərini meyvələrlə doldurmaq istəyirəm. İstəyirəm ki, heç olmazsa bircə dəfə Prekosi ürəkdən sevinsin. Axı o, çox mehriban oğlandır və bütün çətinliklərə sinə gərməyə çalışır.